Bir dəfəlik olaraq 2026-2027-ci tədris ilinin 1-ci sinifə qeydiyyat imkanı 6 yaşı 31 dekabr tarixinədək tamam olan uşaqlara veriləcək. Bu barədə Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Givi Mikanadze məlumat verib. Nazir bildirib ki, qərar valideynlərin ən yaxşı maraqları nəzərə alınaraq qəbul edilib. Onun sözlərinə görə məktəb ictimaiyyəti, ekspertlər və valideynlərə əməkdaşlıq davam etdiriləcək ki, qəbul olunan bütün qərarlar cəmiyyətin maraqlarına uyğun olsun. Gürcüstan Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyinin əməkdaşları narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə 1999-cu il təvəllüdlü şəxsi saxlayıblar. Hüquq mühafizə orqanları İmereti Polis Departamentinin əməkdaşının üzərində şəxsi axtarış zamanı külli miqdarda metadon narkotik vasitəni maddi sübut kimi götürüblər. Cinayət 8 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları digər müvafiq qurumlarla sıx əməkdaşlıq şəraitində son günlər ərzində 98 xarici ölkə vətəndaşını Gürcüstandan deport ediblər. Qanunvericiliyə uyğun olaraq həmin şəxslərin ölkəyə girişi qadağan edilib. Qeyd edək ki, 2026-cı ilin ilk 2 ayında deport edilən xarici vətəndaşların sayı 544 nəfər olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 346% artım deməkdir. Cari ilin yanvar-fevral aylarında ölkəni qanuni qalma müddətini pozmuş 1306 xarici vətəndaş tərk edib. Onlara müxtəlif məbləğlərdə cərimələr tətbiq olunub və 1 ildən 3 ilədək ölkəyə giriş qadağası qoyulub. Tbilisidə yanğın baş verib. Yanğın Cavcavadze prospektində yerləşən Liberty Bankın baş ofisinin lift şaxtasında qeydə alınıb. Bankın baş direktoru Beka Gogiçayşulinin sözlərinə görə alov ofis sahəsinə yayılmayıb. Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri bildirib ki, xəsarət alan yoxdur. Xüsusi qrupların müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 187-ci maddəsi ilə istintaq başlanılıb. Gürcüstanın ərazi bütövlüyü uğrunda döyüşlərdə, beynəlxalq missiyalarda və xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş hərbçilərin anaları 3 mart Analar Günü münasibəti ilə təbrik ediliblər. Müdafiə qüvvələrinin hərbi qulluqçuları Tbilisi və bölgələrdə şəhid ailələrini ziyarət ediblər. Onlara gür dəstələri təqdim olunub və Müdafiə naziri İrakli Çikovaninin təbrik məktubları çatdırılıb. Qaxeti bölgəsində dövlət nümayəndəsi Platon Qalmaxelidze və Tel-Aviv bələdiyyəsinin meri Vaja Mağradze Tel-Avivdə yerləşən doğum evlərinin qadın tibb işçilərinin Analar Günü münasibəti ilə təbrik edib, fəaliyyətlərinə görə təşəkkürlərini bildirərək gül dəstələri təqdim ediblər. Gürcüstanın basketbol üzrə milli komandası Danimarkanı 89-60 hesabı ilə məğlub edərək dünya çempionatının ikinci qrup mərhələsinə yüksəlib. Oyun Tbilisi İdman Sarayında keçirilib. Gürcüstan komandası ilk hissədə üstünlük qazanıb və böyük fasiləyə 12 xallıq fərqlə yollanıb. İkinci hissənin əvvəlində fərq daha da artıb və son 15 dəqiqə formal xarakter daşıyıb. Növbəti 2 oyun iyul ayında keçiriləcək. 2 iyulda komanda Latviyada Ukrayna ilə, 5 iyulda isə Tbilisidə İspaniya ilə qarşılaşacaq. Qələbə münasibəti ilə komandanı Gürcüstan prezidenti Mikhail Qavelaşvili təbrik edib. Abxaziya Bizimdir adlı kitabın ikinci hissəsinin təqdimatı yazıçılar evində keçirilib. Kitabın redaktoru Nino Mirçxulavadır. Nəşrdə Abxaziya ilə bağlı xatirələr, şeirlər və tarixi faktlar toplanıb. Müəllif Abxaziya ilə bağlılığı olan mühacirləri, müxtəlif peşə sahiblərini və Abxaziyanı heç vaxt görməyən gəncləri bir araya gətirib. Polşanın baş naziri Donald Tusk bildirib ki, ölkəsi Polşa üzərində nüvə çətirinin yayılması ilə bağlı Fransa ilə danışıqlara qoşulub. Onun sözlərinə görə Polşa, Fransa və digər Avropa müttəfiqləri ilə gücləndirilmiş nüvə çəkindirmə proqramı üzrə müzakirələr aparır. Xatırladaq ki, martın 2-sində Fransa prezidenti Emmanuel Macron Avropadakı müttəfiq ölkələrin ərazilərində Fransanın nüvə silahının yerləşdirilməsinə hazır olduqlarını bəyan edib.